Gülay nöqtəsinə qədər sual verəcəm çünki. Başlayanda denən yaxşı. Gülay özü qeyd eləyə bilməz ki. Kompüter sönüb. Hə, başladı. Deməli Gülay, çirkəf Evet, suların tərkibində fenol təmizləməyi haqqında danışdın. Yaxşı, mənə de görəm, evet. fenol formaldehid qətranının yaranması reaksiyasını necə yazaram? Fenolformaldehidin Polikondensləşmə. qətranı. Hə, Biz burada bir dəqiqə necəydi o? Poliqenitesi. Biz əvvəlcə fenolun formulunu yazırdıq, açıq quruluşunu. Onun üzərinə formaldehid gəlirdi. Formaldehid də H2C, 2 qat rabitə ilə o. H2C çıxatıram. Yəni bu belə deyək də formaldehid əslində qarışıq aldehid HCOH-dır. Mən onu qapalı formada yazdım. Sonra nə baş verir burada? Və bunlardan nə Burada qədər mən götürməliyəm? nə qədər? Elə 1 molda hamısı. Hərəsinə? Yox, hərəsinə n mol. En Axı sayda, bəli. plastik işdən yaranır. Bəli. Bəli. Aha. Sonra nə baş verir? Burada həmin bu bir dəqiqə adı yadımdan çıxdı. Formaldehidin oksigeni ilə burada biz də bilirik ki, yəni bu fenolun qıraqlarının hər birində CH var da. Burada Hər birində iki nələr var? Mən də çəkim CH-lar Gülay. var. Yaxşı, CH-lar var. Hər birində, aha. Bəli. CH-lar var. Burada həmin bu oksigenlə, yəni bu formaldehidin oksigeni ilə bu birinci fenolun o birisi Sağ o və H-dan sonraki solundakı. gələn CH-ı var. Bəli. Onun birinin hidrogenin onun yanındakı yox, çarpazındakı hidrogeni Yəni götürürdü. bunlar bu hidrogenlərlə bu oksigen sənə nə verəcək sonra? H2O. Bəli, n mol su çıxır və alınan maddə necə çəkək? Alınan maddə isə yəni burada axı bir dənə yenə bunu çəkirik, bu quruluşu çəkirik. Sadəcə Fenolu çəkirəm. Aha. karbonlarını çəkəndə, hidrogenlərini çəkdikdə isə axı bu digər tərəfdə, sol tərəfdə bir dənə karbon çıxır, orada bir dənə də qolu qırıq bir şey çəkirik. Bax bax bu tərəf qolu qırıq qalır. Sağ tərəfdə isə bura gəlib nə birləşir? Həmin orada CH2 birləşir. Bəli. CH2. Yəni bu hissə gəlir birləşir və bu da belə qırılmış formada göstərilir, radikal formasında göstərilir. Bəli. Yerdə qalan Və bunda bütün CH-lar transkripsiyada qalır. N. Bəli. Ha, buradakı CH-lar qalır, amma burada nə qalır? Burada sadəcə C qalır, burada da C qalır. H-lar yoxa çıxdı. Çünki H-lar sənə su verdi. Və alınan ümumi maddənin də ayağına nə yazırıq? N. N, bəli. Bu bizim fenol formaldehidin alınması idi, polikondensləşmə reaksiyası. Sonra sən mənə danış pikrin turşusunun alınmasından. Fenolun qatı H3 reaksiyasında biz burada pikrin turşusu, yəni 2,4,6 trinitrofenol alınırdı. Burada da biz buna Aha. pikrin turşusu da deyirdik və bu adi Nə şəraitdə qədər- gedirdi. Reaksiya Nə isə qədər nitrat turşusu ilə gedir? 3 mol, elə? 3 mol, bəli. 3 molla gedirdi. Burada Hansı indi yenə şəraitdə gedir filan? adi. Adi şəraitdə gedir, bəli. İndi bir Amma dənə belə benzol girsəydi, benzol Necə? olsaydı benzolun qatı ümumiyyətlə nitrat turşusuna reaksiyası hansı şəraitdə gedirdi? o H2SO4-ün təsirini katalizatorda. Bəli, sulfat turşusu iştirakında gedir. Amma fenol adi şəraitdə gedir. Bu onların əsas fərqlərindən biridir. Və buradan hansı maddə yaranır dedin? Buradan trinitrofenol alınırdı. Bəli. 2,4,6 Bu səndə mürəkkəb trinitrofenol. efirdir yoxsa yox? Deyil. Mürəkkəb efir deyil. Nitro birləşmələrdə 11-in axırında deyəcək və 3 molda su çıxır. Yaxşı. Pikrin Bəli. turşusu. Bundan bilirsən ki, partlayıcı maddə kimi istifadə olunur. Yaxşı. Güclü Bəli. partlayıcı maddədir. Fenol neçə mol bromla reaksiya girir? 3 mol. Hansı şəraitdə gedir reaksiya? Yenə adi şəraitdə. Neçə mol H brom çıxır? 3 mol. Əvəz etmə reaksiyasıdır yoxsa oksidləşmə reaksiyasıdır? Əvəz etmə. Bəli, çünki orada H bromlar çıxır. Bəli. Fenol, bax biz demişdik ki, C6H5OH spirtlərdən, sudan, turşuluq baxımından çoxdur yoxsa azdır? Hamısının yox, çoxdur. Çox idi. Sudan da, spirtlərdən də. Ancaq fenolun özü qeyri turşulardan bizim hətta bunun hamısının Aha. zəifidir. Ən zəif turşu biz H2CO3 deyirdik. Hətta yəni H2CO3-ün duzlarından belə zəifdir yəni. O zəif H2CO3 duzlardan. belə. H2CO3 belə. Fenolun duzlarından H2CO çıxarda bilir. duzu da nəyi çıxara bilir? Fenolu çıxarda bilir. Fenol. Fenol burada rahatlıqla Bəli. çıxır. C6H5OH-a çevrilir. Əlavə məhsullar nə alınır buradan? Soda alınır. Natrium HCl3. H2CO3. Bəli. Aha.
Yaxşı. Fenol natriumla reaksiyasından neçə mol hidrogen qazı çıxır? Hə, boş natriumdan 0,5. Mol hidrogen 1 molundan. Yaxşı. Bəs fenolun Bəli. natrium OH reaksiyasından 1 moluna nə qədər su çıxır? 1 moldan elə 1 mol. Hər ikisindən də alınan maddənin adı nə olar? C6H5O natrium, natrium glikolyat idi deyəsən. Fenolyatlar daha Yox, bu doğrusu. artıq fenolyat Fenol. olacaq. Bəli, fenolyat. Aha. Səncə nəyə görə fenola karbol turşusu deyirlər Gülay? Niyə karbol turşusu deyirlər? Hı -hı. Turşu deməklərinin səbəbi çünki onun turşuluq xassəsi var deyənə. Bəli, turşuluq xassəsinin olduğunu hansı reaksiyalar sübut edə bilər? Hansı reaksiya? Natrium Məsələn, OH və kalium OH-la. girir deyənə. Nə? Bəli. Bəli, Qələvələrin qələmlərin reaksiyası. girir. Fenol mayedir yoxsa bərkdir? Bərk. Fenol bərk kristallik maddədir. Başqa hansı fizik xassələri sadalaya bilərsən? Onun özü spesifikiyi var, yəni xüsusi Aha. xüsusi iyi var. Sonra soyuq suda az, 70 dərəcə isə çox yaxşı həll olurdu. Zəhərlidir və dərdi gec sağalan yaralar əmələ gətirirdi. Bir də nə deyə bilər? Hə, tərkibində hidrogen rabitəsi var idi. Aha. Fenolu biz sənayedə hansı yolla ala bilərik? Sənayedə daş kömürün pirolizi ilə alırdıq. Aha, başqa? Laboratoriyada alınmış sular da var. Məsələn, onlardan biri Məsələn, kumul suluydu. o da sənayedədir, kumol usulu. Nə baş verir kumolda? Əvvəlcə benzolun üzərinə propan gəlirdi. Buradan izopropil benzol alınırdı, yəni kumol. Sonra kumolun oksidləşməsindən fenol və aseton Anlaşıldı. alınırdı. Aseton alınır. Bir də benzolun xlorla reaksiyası, dəmir xlorid iştirakında reaksiya girəndə nə alınır orada? Xlor benzol alınırdı. Həmin o xlor benzolun da natrium OH-ın suda məhlulluğu ilə reaksiyaya daxil olduqda fenol və natrium xloru alınırdı. Aha. Krizol nədir? Ksilol nədir? Əgər tutaq ki, məsələn, hər hansısa bir maddə verilib, maddə birbaşa nüvə görürəm ki, OH birbaşa nüvəyə birləşib və yanında da bir dənə CH3 verilib. Bu krizoldur. Amma həmin OH hər hansısa radikala birləşdikdən sonra yox, mən izah eləmədim onu. OH olmasa, yəni iki tərəfdə də OH olmasa, CH3-lər bəli, olsa, onun ksilol var. ksilol olar. Ksilollar da fenoldur, yoxsa aromatik birləşmədir? Aromatik birləşmə. Amma krizollar fenollara aiddir. Fenollarda, bəli. Fenolun ilk nümayəndəsinin adları nədir? Fenolun iç nümayəndəsinin adı elə özü fenoldur da. Başqadır. Karbol turşusu. Başqadır. İç nümayəndəsi. Oksibenzol. Hə, oksibenzol. Bəli, bəli. Aha, fenolun ümumiyyətlə ilk nümayəndəsi neçə atomludur? 13, 6, 5, 1, 6, Yox, 6, neçə atom, 12, yəni 13. neçə OH var? Bir OH var, bir atomludur da, Bir eləmi? atomlu, bəli, elə bir ümumi atom soruşursunuz. Aha, iki atomlu nümayəndəsinin adı nə olar? Pirokaxetin İki idi deyəsən. OH-lı. Pirokatexin, benzodiol 1-2 də deyil. Bəs üç atomlu? Benzodiol 1, 2, 3. Benzotriol daha doğrusu 1, 2, 3. Aha, digər adı? Pirohalol. Pirohalol. Benzin spirti fenollara aid edilir. Xeyr, aromatik spirtdir o. Ağzımıza spirt deyirik. Bəli, ağzımıza spirt deyirik. Bəs karbinol nədir? Karbinol. Hə, karbinol CH3OH-dır. Bu metil spirtidir. Spirtdir yəni. Aha, CH3OH. Yaxşı, 3 atomlu spirtlər. Sual verim. Bəyəm, amma zəif cavab verirəm də, yəni çox 3 yaxşı cavab atomlu vermərəm. spirtlər krom OH ilə reaksiya girə bilər. Bəli, girirdi. Nə rəngli töküntü əmələ gətirirdilər? Göy rəngdə. Parlaq göy rəngli töküntü əmələ Bəli. gətirir. 3 atomlu spirtlərin natriumla reaksiyasından neçə mol hidrogen çıxır? 1,5. Bəli. Gliserindən harda istifadə edirlər? Dilimin ucunda motorlarda var, demək, antifriz kimi. Yox, o etilin glikol idi. Gliserin dəri məmulatların hazırlamasında dəri yumşaldıcısı kimi Vazelinin tərkibində. ay sanırdı. Yağların alınmasında bir də dinamitin alınmasında istifadə edilir. Yaxşı dinamit alınmasında. Bəli, bəli. Sənə bir sual. Bax, gəlsən yağlar alınır. Məsələn, gliserin neçə atomlu spirt dedim? 3 atomlu spirt elə. 3 dənə nəyi atomlu, var? bəli. OH var. 3 dənə OH var. Bunun üzərinə hər hansı bir karbon turşusu gəlirəm.
Məsələn, nə yazaq? Stearin turşusunu yazaq. Siz öyrətmişdin də bunu. C17H35 COH. Burada nə Bəli. baş verir? Deməli mən burada o H-la H-lar gedir də belə deyək. Oradan H2 yaranır. Neçə dənə H2 yaranır? 3 mol götürürük bundan. 3 mol. 3 mol Bəli, 3 H2O mol H2O. yaranır. Aha. Sonra Sonra nə burada olacaq? CO, C olan hissə, CO, CO-ları yəni olduğu kimi yazırdıq. Aha, spirtin bu Sonra hissələri axı qalır. bəli, oradan C iki qat rabitə ilə yuxarı birləşmiş oksigen hər birində Aha. yazırdıq. Bir də C17H35 hər birini birləşirdi. Hər birinə də o radikal birləşir. C17H35. Və Bəli. bu da hansı növ maddələr adlanır? Mürəkkəb. Efir. Mürəkkəb efirlər, yaxşı. Yağlar onun ümumiyyətlə yağlar dərsini keçirir. Deyəcək yağların özü mürəkkəb efirlərdir. Bəli. Gliserin zəhərlidir yoxsa yox? Gliserin bəli zəhərlidir. Xeyr. Onda niyə əlimizə vurduq? Gliserin zəhərsizdir. Fenolla etilin glikol çox zəhərlidir. Gliserin isə bəli. apteklərdə satılır. Etilin glikolla gliserin qarşıdır yəni. Bəli, bəli. Gliserin zəhərsizdir. İsotonun spirtlərin turşuluq xassəsi, yəni gliserinin turşuluğu etilin glikoldan çoxdur yoxsa azdır? Çoxdur. Çoxdur. Nitrogliserin nə idi? Nitrogliserin yağa bənzər maye idi, ağır maye idi, sonra partlayıcı maye idi. Onun 1% məhlulunu ürək xəstəliklərində qan damarının genişlənməsi üçün istifadə edirdik. Bəli, tamamilə doğrudur. Gliserinin beynəlxalq adı nə olar? Beynəlxalq adı propantriol 1-2-3. 1-2-3, bəli. Keçirik indi 2 atomlu spirtləri. 2 atomlu spirtlərin ilk nümayəndəsi hansı idi? Etilen glikol. Etilin glikol. Bəli. Bir də sual verim. Gliserin maye idi, qaz idi yoxsa bərk idi? Maye. Maye idi. Etilin glikol harda istifadə edilir? Etilen glikol bir dəqiqə bilirdim axı. Bu antifriz kimi istifadə olunurdu. Avtomobil Bəli. motorlarının Tamamilə radiatorlarında doğrudur. istifadə olunurdu. Etilin glikol kuprum OH2-nə reaksiya edir. Bəli. Aha. Və alınan maddələr nə rəngli çöküntü olurdu? Görəngli çöküntü idi. Bir də oradan bir reaksiya daxil olan da mis 2 glikolyat alınırdı və 2 mol H2O alınırdı. Bəli, tamamilə doğrudur. Etilin glikol natriumla reaksiyaya girdikdə neçə mol hidrogen çıxır? 1 mol. 1 mol hidrogen çıxır. Sonra sənə sual verim. Bax, əlimdə nədir bu? Eten var, etilen var. Etilenin oksidləşməsindən gümüş katalizator iştirakında nə alınırdı? Epoksit. Etilen oksid alınırdı. Epoksid. Yəni epoksid alınır. Bəli, Bu epoksidin epoksidin də H2O ilə reaksiyasından isə etilen glikol alınırdı. bəli, H2O ilə reaksiyasından alınırdı etilen glikol. Tamamilə doğrudur. Sonra orada nə var idi? Məsələn, alkenlərin su ilə reaksiyasını yazaq. Bax, hər hansı bir alken var. Üzərinə su gəlirəm, HOH. Burada neçə atomlu spirt alınırdı? Bir dəqiqə. 2 atomlu. Yox. Su gələndə H1-nə OH1-nə birləşir. Elə bir atomlu spirt olur. 1 atomlu, bəli. Aha. Amma alkenin üzərinə Perex gəlsəydi, Bəli, H2O2 gələndə orada 2 atomlu spirt alınırdı. Bəli, bəli. bəli. 2 atomlu spirtə çevrilirdi. Buraları OH birləşdirib 2 qat rabitənin olduğu yerə. Sonra sənə nə sual verim? Kalium OH-ın suda məhlulunla nəyin üzərinə təsir eləsən 2 atomlu spirt alınır? Nəyin üzərinə? Alkanların dihalogenli. Bəli, birləşmələrinə eləyirdik. Bəli, bəli. Bəli. Siz bir dənə formula yazdırmışdınız. O xlorlar OH-lara çevrilir elə sonra. Amma bir Bəli. dənə xlor olsaydı 1 atomlu spirt olardı, hə Gülay? Bəli. Sonra sənə sual. Etilin glikol necə dadlıdır? Suda necə həll olur? Deməli, Rəngi o falanlarla. şərbət dadlıdır. Şərbətə bənzər şirin dada malikdir, amma zəhərlidir. Sonra rəngsiz idi. Suya yaxşı həll olurdu. Həm orada molekullar arası, həm də molekullar daxili hidrogen rabitəsi var idi onda. Doğrudur. Sadə efirlər. Sadə efirlər, Gülay, necə alınırdı? Spirtlərin üzərinə nəsə gəlirdi, amma nə gəlir, o yadımda deyil. Spirtləri, məsələn, C2H5OH yazıram. Məsələn, Aha. etil spirti. Hansı şəraitdə? Dehidratlaşmasından alınırdı. T böyüklüyü 140. T Yox. kiçik 140.
Kiçikdir də 140, qatı bəli. sulfat turşusu iştirakında. Buradan nəyə çevrilirdi? Sadə efirə. Bəli, bundan kim ol götürməliyim ki, 2-dən C2H5 olsun burada. Yaxud C2H5, Bəli. O, C2H5. Bəli. Bir də dehidratlaşma olduğunu deyir, su çıxır buradan, yaxşı? Bəli. Sonra nə sual verim sənə? Hansı sadə efirə sulfat efiri adını vermişdilər? Dietil efirinə. Dietil efiri türklər eter deyilir. Bundan nə kimi istifadə edilir? Ağrı kəsici kimi istifadə olunurdu. Bəli, hətta insanlar bayıltmaq üçün də istifadə olunur. Yaxşı, Bəli. bəs elə spirt demişkən, bax bu C2H5OH-ın Mən bir şey soruşa bir neçə bilərəm. reaksiyası var. Buyur. Biz dedik ki, təbabət ağrı kəsici kimi, siz dediniz ki, yəni bayatmaq üçün nəzərdə tutulur da. Biz onu Aha. məsələn deyə bilərik ki, narkozların tərkibində dietil efiri var. Yəqin ki var. Normalda siklopropan düşür, amma yəqin ki olar. Onsuz da çox növləri var. İndi hal-hazırda narkoz olaraq anestezik kimyasında çoxlu maddə növləri var ki, narkoz kimi verirlər Gülay. Hətta Bəli. məsələn, mən o dəfə əməliyyat olunanda məndən sual verdilər ki, sizdə allergiya varmı, yoxmu? Çünki allergiyası olanlara başqa maddə tətbiq edirlər, olmayanlara başqası tətbiq olunur. Aydındırmı? Hər şeyi Bəli. nəzərə alıb maddə seçirlər. Ağrı kəsici olaraq, keylədici olaraq, yəni yuxuya aparan. Bax məsələn, bir dəqiqə gözləyin. Hə. Bir dəqiqə gözləyin mən. Hərgülər geçirdiysən məndən. Bəli. Bax, biz aşağı sinifdə keçirdik, naşatır spirti NH4OH. İnsanları ayıltmaq üçün idi. Sual verirdilər ki, bəs ayıltmaq üçün nədir? İnternet həmişə bizə eter deyirdi. Bu eter dediyi maddənin kimyəvi formulu bizim Azərbaycan ilə dietil efiri dediyimiz maddədir. O kinolarda falan belə burnuna tuturlar, insan gedir özündən. Bax, Bəli, o bəli. kinoları biraz coplayırlar istə çıxmasın. Çünki o tez təsir eləmir. Bir neçə dəqiqə vaxt lazım ki, o insan bəli. bayılsın, huşu içində. Çünki kinolarda necə eləyirlər? Güya tez qoxuladan kimi o dəsmalı falan, güya həmin dəqiqə gedir insan. Yox, bir neçə dəqiqə vaxt lazım. Ən azı bir 5 dəqiqə falan təsir eləyir. Bu Bəli. belə. Sənə bax, sualımı yayındırdım, qəşəng suallar verdim sənə. Görüm nə verirdim. CH5 o Hə. haşındınız ki, müxtəlif reaksiyalar hə. var idi. Etil spirti 140 dərəcədən böyük temperaturda reaksiya Etilen alınırdı. Etilen Etil iki. alınırdı, bəli. Və bu da dehidratlaşma idi. Sadəcə olaraq bir fərqini izah eləmişdim sənə. Birinci hal Molekul molekullar arası idi. Çünki iki Arası. dənə götürsən onu. Eten alınan molekul daxilidir. Eten, bəli, alken alınan bir dənə özündən çıxırdı. Molekul Bax, daxilidir. məsələn, Bəli. alkenlərdə tutan belə bir alken çəkirəm. Yəqin o bir uşaqlar yatmır, qulaq asır bizə, ümid edirəm. Nəbi məsələn, bizə qulaq asır yəqin ki. Çünki eyni suallar oradan buradan sizə də sual verəcəm. Bax, məsələn, burada bir haş var. Buradan götürürəm temperaturu 140-dan böyük. Aytən qulaq asırsan və sulfat turşusu iştirakında Gülay nə baş verirdi? Deyirdim ki, nə baş verirdi? Görək yadına gəlir. Qırılırdı. Nə qırılırdı? İşiqat rabitə mənim açılırdı. Yox, mən nə yazmışam? Əstəğfurullah. Bir dəqiqə gözlə. Mən burada spirt çəkməliyəm. Bax, məsələn, buraya yazıram OH. Baxıram ki, Aha. mən nə yazmışam. Hə, bura Tamam, CH3-dür. Burada 1, 2, 3, 4. Hə. İndi burada nə alınırdı? Hansı alken alınır? Bu tərəfdə Hansı alken 2 alınır? hidrogendir. Burada 3 dənə hidrogen. Axı alkenin olması 140 dərəcədən böyük temperaturda sulfat turşusu iştirakında dedən alken alınır. Spirtdən, Bəli. hər hansı bir spirtdən alken alınır. Hansı alken alınır buradan? İşiqat rabitə bir alınır da eten 1, eten yox 1, 2, 3, Bax, 4. 4 dənə karbon Eten bir. çəkirəm. OH buradan çıxır. H hardan çıxar? Az olandan. Yəni bu tərəfdən H2-dən. çıxacaq. Yaxşı? Bəli. Bəli. Hə, burada 2 Deməli, alınırdı. Qaydanı bilirdim. Lebedov, yox, Zaytsev qaydası idi deyəsən. bəli, azdan çıxırdı. Yəni Bəli. su çıxır, HOH oradan çıxdı, bir də yerdə qalan maddə alkenə çevrildi. Yaxşı? Budur. Yəni Bəli. bir molekulun daxilində gedir bu proses. Amma efir alınanda molekulların arasına geçir. Çünki 2 dənə götürsən bundan, birinin OH-ı, birinin H-ı çıxır. Yaxşı? Bəs bir də Bəli. var idi Lebedov reaksiyası. Sən dedin yadıma düşdü. Lebedov Bəli. reaksiyası. Nə idi Lebedov reaksiyası? Nə alırdı? Butadien virüsü Hansı alınırdı. şərait? Butadien virüsü alınırdı. Hansı şəraitdə gedirdi? Adi. Yenə etil spirti, CH5OH. Mütləq şəkildə dedim, əmsallarını yadda saxlayın.
bunlara aid məsələlərdə yəni suallar düşürdü. Topluluğun işləyəni görmüşdünüz. Hansı katalizatorlar Sync-O və Hə, o AM22O3 iştirakında üçün iştirakında gedirdi. butadiyen bir üs alınırdı. Elə deyilmi alkadenimiz? Əlavə Bəli. olaraq 2 dənə su çıxırdı. Bir də bir dənə H2 çıxırdı. Su ilə spirtin əmsalı 2 idi, qalanları 1-1. Yaxşı. Bəli, bəli. Bu da belə. Sonra keçək bir atomlu spirtlərdən bir-iki sən sual verin. Bir atomlu spirtlər, məsələn, belə götürürəm C2H5OH. Səncə Gülay, kuprum OH ilə, natrium OH ilə falan reaksiya girirmi? Yox, bunlar girmirdi. Bir atomlar girmirdilər. Bir atomlar bəli. Ayten yadına gəlir yoxsa yox? Bir atomlar girmirdi. Natrium OH ilə də girmirdi. Amma natriumla reaksiya girirdi. Neçə mol H2 çıxırdı? 1,5 bayaqdır. Ay deyil. O 3 atomdaydı. 0,5. Bəli. 0,5 mol. Bir atomlu spirtlər karbon Aha. turşuları ilə reaksiya edəndə mürəkkəb efirlər yaradırdı. Məsələn, sirkə turşusum var əlimdə. Bunun üzərinə bir atomlu spirt gəlirəm. Yəni C2H5OH-ı gəlirəm. C2H5OH. Süleyman qulaq asırsan? Burada nə baş verir? Nədən nə ayrılırdı? Turşuda oksigenlər çoxdur. Bu həm O-nu, həm də H-ını verirdi. Buradan isə sadəcə H çıxırdı Gülay. Nə yaranırdı? Su. Bir də ki, CH3CO, C2H5 o alınırdı. Onu deyirsiniz. Bəli, yəni burada bax bu hissəni olduğu kimi çəkirəm. C2 qat O. Belə xətt Bir də qoyuram. Bunun aşağıda oksigen. O, C, yuxarıda bir dənə C, bir dənə də yanında C. Aha, bu elə bil ki, bir növ bilsən nə yaxşı. Bayaq onsuz da bu da mürəkkəb efirdə yağların alınması reaksiyası kimi. Bax burada Bayaqkı, spirtə aid olan bəli. hissəni bura çəkmişik. Hissə qarışıq görsənir. Aydındır? Testlərdə item belə verilir. Bir dənə o gliserlə bağlı, yağlarla bağlılar o formada verirlər. Spirtə qabaqda yazırlar. Başa düşdün? Buna görə mən Bəli. də sizə belə etmişdim. Sonra orada məncə elə bir şey qalmadı. Spirtlərin hər birinin sonunda hansı şəkilçi olur beynəlxalq adla adlandıranda? OH. Ol şəkilçisi. Ol. Hə, İndi- bəli, elə bizim formulda OH, normalda deyəndə isə ol. Aha. İndi gəlirik ən vacib hissəyə. Bax bu hissə digər uşaqlar. Nihat eşidirsən? Yuxun gəlmir Nihat? Qayıt gedir də yəqin. Eybi yox, qoy yazılsın. Bir yolla sənə ondan özə pirov elətdirəcəm. Qulaq as Nihat. Çox vacib məqamlar deyirəm. Hansı ki bu bizə sabah dərsimizi keçəndə yenə toxunacaq. Altından xətt çəkəcək hətta bunların. Diqqətlə qulaq asın. Gülay bizə qəşəng cavab versin. Aldehidlərin, Gülay, hansı ki aldehid dediyim sabah keçəcəyimiz mövzudur. Aldehidlərin Bəli. reduksiyasına nə alınır? Neçəli spirt Hər alınır? zaman birli spirt alınır. Ketonların reduksiyasına zaman- isə hər zaman ikili spirt alınır. Bəli, aldehidlərin reduksiyasına birli spirt alınır. Yadına gəlir Nihat, ketonların reduksiyasından neçəli İkili spirt spirt. alınır? İkili spirt alınır. İkili spirt. Bunu bir atomlu spirtlərdə Ayten demişdi. İndi Gülay de görün mənə aldehid. Məsələn, hər hansı bir aldehid yazıram. Sirkə aldehid C. Aldehidlərin hamısında bax belə bir qrupda olur da. İkili Çox o, dediyimiz bəli, çox. Aldehidlər nə ilə reduksiya olunurdu? hidrogenlə. Hidrogenlə reduksiya olunur və buradan bax bu deyəcəyimizin hamısını Nihat sabahki dərsdə təzədən bir də yazdıracağam. Ona görə diqqətlə qulaq asın. Nəyə çevrilir? Sadəcə OH-a çevrilir bu. Spirtə çevrilir. Yaxşı, Bəli. birli spirt. Birli spirt Bəli. olur. İndi bir dənə keton yazıram. Ketonlarda isə uşaqlar, məsələn, hər hansı bir keton yazam, burada O olur. Yaxşı. Ortalarda mütləq O qrupası. Bu da hidrogenlə reaksiyaya girəndə buradan neçələ spirt alınır? İkili. Yenə olduğu yerdən OH-a çevrilir. Bu da olur ikili spirt. Və Süleyman eşidirsən mən çox vacib məqam. Aldehidlər reduksiyaya olanda, birli spirtə keçəndə sigma rabitənin sayı nə qədər artırdı? 2 var. 2 vahid. Bəli. 2 vahid artır. Kütlə nə qədər artır? Yenə 2 qram artır. vahid. Çünki hidrogen bir dənə artırdı orada. Hidrogen öz nə Bəli. deməkdir? Hidrogen 2 qram deməkdir. Yaxşı. Bəli. Eyni hadisə ketonlar üçün də keçərli. Sigma 2 vahid artır, qram olaraq 2 qram artır. Bir də Bəli. Süleyman yapamsan, bir də ən vacib hissə nə idi? Bunların tərsi. Birli spirtlərin, Elmir eşidirsən, birli spirtlərin oksidləşməsindən nə alınır Gülay? Elmir eşidirmi? Aldehid. Birli Bəli, spirtlərin müəllim. oksidləşməsindən aldehid Aldehid. alınır. İkililərdən keton Oksidləşməsindən alınır. keton alınır. Bəs sən dedin ki, reduksiya H ilə gedir. Oksidləşmə nə ilə gedir? Boş parçalanma ilə getmir. Yox, oksidləşmə nə ilə gedirdi? Kuprum O ilə gedirdi.
Məsələn, Hə, o, əlində bəli, bəli. bax məsələn, belə bir spirt yazıram, birli spirtdir də. Bax, bir dənə qonşusu var bunun, OH-ın birləşib. Bunun üzərinə kuprum O gələndə nə olurdu? Birləşir deməli. Birləşmir, yox. Oksigen elə birləşmə yox Bax, amma bu karbon, bu karbon C olduğu aldehid, kimi qalar. Bəli. həmin o hissə aldehid hissəsinə çevrilir, qalan hər şey olduğu kimi qalır. Bəli. Normalda Bəli, amma bəli. testdə sizi bunu OH birinciyə salmayacaq. Axırdan salacaqlar ki, səliqəsiz görünməsin. Bir dənə spirtdəki OH hissəsini nə ilə əvəz edirsən, Aytən? Aldehid qrupasından əvəz edirsən. Əlavə məhsullar isə burada nə idi? Mis və su çıxırdı. Aydındır? Başqasını yazıram. Bax, bir dənə də səliqəli olsun deyə bax, bu formada yazıram. 4 dənə. Burada OH. Bunun üzərinə kuprum O gəlirəm, yəni oksidləşdirirəm. Yenə olduğu kimi köçürürəm Gülay, axırıncıya amma çox yazıram. Bəli. Bəli. Çox yazıram. Kuprum və su çıxır, yaxşı. İndi gəl gedək, Bəli. yoxlayaq ikili spirt. Məsələn, 4 dənə karbon yazıram Gülay. Buradan bir OH qoyuram. Bunun üzərinə kuprum O gələndə nə olurdu? 4 dənə karbon qalırdı. Axırdakı hissə ketona Axırda çevrilirdi. Oksigen, Aha, yenə bəli. kuprum, yenə su. Aydın oldu? Bəli. Bir də orada nə qaldı sənə vermədiyim? Qoy fikirləşim. Hə, spirtin alınma reaksiyaları. Biz bilirik ki, məsələn, meyvə qıcqırır. Nəyi sevilir? Meyvə qıcqırılanda. Yəni meyvənin tərkibində nə var? Qlükoz var, C6H12O6 var. Bəli. Aha, qlükozun qıcqırmasından nə alınırdı? Nə, etil spirti. Etil spirt alınır, C2H5OH. Bir də nə alınır? Karbon qazı. Axı Karbon qazı. Baseton ağzına açanda qaz çıxır da, adam belə xoşa gəlməz bir nəsə Bəli. aura elə bilir oradan qaz çıxır. Bəli. Görünmür deyə bilmirik. Karbon qazına ayrılır. Bəli. Başqa bir də metanolon sənayede alınma reaksiyalarının biri var. C10 H2 reaksiyası. Yaxşı, burada katalizator katalitik reaksiyadır. Burada nə alınırdı? Sintez Bəli, qazını bu alırdıq spirtin demişdiniz bunu. Aha. Nə alırıq? Sintez qazdan alırdıq bunu. Bu Hə, sintez sintez qazı. qazdan. Bu sintez qazdır. Bu alınan maddənin adı nədir? Karbinol və H2OH, yaxud da karbinal və yaxud da ki, metil spirti. aha. Bəs oduncaq spirti nə idi? İkili hansıdırsa o idi. Deyək, Xeyr, C2H5. elə oduncaq spirti budur. 3-4 dənə adı var. Oduncaq spirti də budur. C2H5OH isə araq spirti idi, çapıq spirti idi. Bəli, yadıma düşdü. Son sualım. Buna da cavab versin, sənə 5 yazacağam. Son sualım yaxşı. Bu nədir? Amil spirti. Allahım. Bir dəqiqə müəllim, qoy yadıma düşsün. Necə sualdır? Hə, amil spirti C5H11OH-dir. Ehtiyat üçün mürəkkəb efirlərin alınmasında istifadə olunurdu. Oydu müəllim, yoxsa deyil? Oydu, o. Afərin yol görsən. Əzbərçi səndəyə yadında qalıb yox. Deyirsən təkrarlamamışam, amma yadında qalıb. Heç də oxumamışdım. Spirtdən heç də oxumamışdım. Nə vermişsə əvvəl nə yadımda qalmışdı, o idi. Gülay, yəqin ki, bugün dərs keçməyəcəm. Çünki mən indi o bir uşaqlara da belə sual cavab eləyəsiyəm. Hətta kaydı dayandıra bilərsən.